Hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün mən sizlərə xəlifənin yuxusu mətnindəki sualların düzgün izahını verəcəm. Başlayaq. İlk öncə mətni oxuyaq. Xəlifənin yuxusu. Xəlifə Harun Rəşid yatıb yuxu görəndə tezdən oyanan kimi yuxuda gördüklərini danışmağa adət etmişdi. Ona görə də onun sarayında yuxuyozanların olması təbii idi. Bir dəfə o yuxuda görür ki, bütün dişləri tökülüb. Yuxudan oyanan kimi səhər tezdən Əhməd adlı yuxuyozanını çağırtdırır. Sonra yuxusunu danışmağa başlayır. Yuxuda gördüm ki, əvvəlcə dişimin biri, sonra bir-bir hamısı tökülməyə başladı. Eşitmişəm ki, sən yuxu yozmağı bacarırsan. İndi mənim yuxumu yoz, görüm bunun mənası nədir? Yuxu yozan hökmdara qulaq asandan sonra biraz fikirləşib, Harun Rəşidin yuxusunu yozmağa başlayır. Hökmdar sağ olsun, hüzurunuzda ərz eləyim ki, bütün qohum əqrabanız sizdən qabaq dünyasını dəyişəcək. Harun Rəşid yuxuyozanın sözlərini eşitdikdən sonra acığı tutur, saray xidmətçilərinə üzünü tutub deyir, aparın bu yuxuyozanı cəzalandırın, ona 100 çubuq vurun. Çubuqlanandan sonra ağlı başına gələr. Yuxuyozan cəzalandırılır. O, cəzalandırılmasının səbəbini başa düşmür. Xəlifənin əmri ilə Murad adlı yuxuyozanı çağırırlar. Xəlifə yuxusuna aramla həmin yuxuyozana da danışır. Xəlifə yuxusunu aramla həmin yuxuyozana da danışır və özünə məxsus bir tərzdə deyir, indi mənim yuxumu yoz. Yuxuyozan dünya görmüş adam idi. Baxışları ilə ətrafdakıları süzür. Əvvəlki yuxuyozanın aqibətini bir anlığa gözü önünə gətirir, sifətinə bir ciddilik verir. Nəhayət, cəsarətlənib xəlifə Harun Rəşidin hüzurunda sözə başlayır. Hökmdar sağ olsun. Belə görünür ki, sizin qohumlarınız, yaxınlarınız nə qədər çox yaşasalar da, siz onlardan daha çox ömür sürəcəksiniz. Bu yuxuyozma xəlifənin lap ürəyindən olur. Sevinir və qəhqəhə çəkib gülür. Onun ətrafında olan saray əyanları da sevinir, xoşhal olurlar. Bu yozma xəlifənin ürəyindən xəbər verməsi idi. Həmin gün xəlifənin əhvalı pozula bilərdi. Harun Rəşid əmr edir. Yuxuyozana bir çox hədiyyələrlə bərabər 100 dinar da mükafat verilsin. Yuxuyozan hökmdarın hüzurunda sözlərdən yerli-yerində istifadə etməsindən, həmkarından fərqli olaraq evinə mükafat və hədiyyələrlə dönməsindən xoşhal idi. Bu bizim mətnimiz. İndi başlayaq suallara baxaq. Birinci sual. Mətndə tünd qara hərflərlə verilmiş sözün mənasını və ona uyğun nümunəni tapın. Mətndə tünd qara hərflərlə verilmiş sözümüz, baxın, süzür sözüdür. Cümlədə baxaq, baxışları ilə ətrafdakıları süzür. Necə mənadır bu? Bu əlbəttə ki, həqiqi məna yox, məcazi mənadır. Demək, cavabımız ya B variantıdır, ya C variantıdır. İndi onun işləndiyi cümləyə də diqqət edilməliyik. Nənə inəyin südünü süzürdü. Xeyr, burada inəyin südünü süzmək, bu da həqiqi mənalı ifadədir. O, baş verən hadisələri öz fikir süzgəcindən süzürdü. Bu da yenə nədir? Məcazi mənada işlənibdir. Demək, ona görə də birinci sualımızın doğru cavabı olur C variantı. İkinci sual. Mətndə bu suala cavab yoxdur. Xəlifənin yuxuda nə görməsi? Xəlifə yuxuda görmüşdü ki, dişləri tökülür. Bunun cavabı var. Yuxuyozanların aqibəti, bəli, bunun da cavabı var. Birincisi cəzalandırılır, 100 şallaq vurulur, ikincisi isə mükafatlandırılır. Yuxuyozanların hər ikisi tamamilə ayrı mənaya gələn yozum etməsi. Xeyr, əslində yuxuyozanların hər ikisi eyni mənaya gələn yuxu yozumu etmişdi. Cavabımız olmalıdır C variantı. Xəlifənin hansı adətinin olması? Xəlifənin bu adəti var idi ki, gördüyü yuxuyu danışırdı. Xəlifənin sevinməsinin səbəbi ikinci yuxuyozanın yuxuyu onun
istədiyi formata yozması idi. Xoşuna gələn formada yozması idi. Demək, ikinci sualımızın doğru cavabı olur C variantı. Üçüncü sual. Mətndə altından xətt çəkilmiş sözü kontekstə uyğun hansı sözlə əvəz etmək olar? Yəni, mətndə sözü hansından əvəz eləyə bilərik? Hüzurunuzda ərz eləyim. Ərz eləmək, hüzurunuzda ərz eləmək hansı mənaya gəlir? Yəni ki, hüzurunuzda bildirim. Cavabımız olmalıdır D variantı. Dördüncü sual. Mətndə nədən söhbət getmir? Harun Rəşidin yuxuyozan çağırtdırmasından söhbət gedir. Xəlifənin hər iki yuxuyozandan razı qalmasından xeyr. Birinci yuxuyozandan razı qalmamışdı, ikinci yuxuyozandan razı qalmışdı. Demək, cavabımız olmalıdır B variantı. Harun Rəşidin yuxuda dişlərinin tökülməsindən söhbət gedir. Birinci yuxuyozana 100 çubuq vurulması əmrindən söhbət gedir. İkinci yuxuyozanın 100 dinar almasından söhbət gedir. Cavabımız oldu. Demək, B variantı. 5-ci suala baxaq. Mətnin məzmununa aid atalar sözü hansıdır? Sözün doğrusunu uşaqdan xəbər alarlar. Xeyr. Sözünü bilməyən ağız başa toxmaq vurdurar. Bəli, bax, cavabımız B variantıdır. Niyə B variantıdır? Biz B variantındakı fikri birinci yuxuyozanla əlaqələndirə bilərik. O, fikrini düzgün ifadə etmədiyinə görə cəza almış olur. 6-cı sual. Mətnə əsasən nəyin sayını dəqiq bilmək olar? Yuxuyozanın. 2 yuxuyozan var idi, sayını dəqiq bilirik. Cəza təyin edənin. Padşah təyin etmişdi. Yəni, padşah deyərkən burada xəlifə nəzərdə tutulur. Xəlifə, bəli. Bunun da sayı bəllidir. Hədiyyələrin sayı bəlli deyil, amma mükafatın sayı bəllidir. Baxın, burada qeyd edir ki, demək, yuxuyozana bir çox hədiyyələrlə bərabər 100 dinar mükafat verilsin. Demək, mükafatın miqdarı 100 dinar idi. Ona görə 4-ü götürürük. Tanışların sayı yoxdur. Cavabımız olmalıdır 1, 2, 4, Y variantı. 7-ci sual. Mətnə əsasən Euler-Venn diaqramına əsasən uyğun variantı seçin. Euler-Venn diaqramında bizə sual işarəsi ortaq hissəyə qoyulubdur. Yəni, biz elə fikir seçməliyik ki, həm birinci yuxuyozana, həm də ikinci yuxuyozana aid olsun. 100 çubuq vurulur, bu birinci yuxuyozana aiddir. Mükafat alır ikinci yuxuyozan. Hökümdar razı qalır ikinci yuxuyozandan. Yuxunu yozur hər ikisi. Demək, cavabımız D variantıdır. Dişləri tökülür, bu da yuxuda xəlfiyə aiddir. Yəni, o yuxunu xəlifə görmüşdür. Cavabımız olur D variantı. Bugünkü mətnimizin izahı bu qədər. Sağ olun, növbəti izahlarda görüşənəcək.